içeride adam var. Sen gitme. Dayan ata, belki kendine milis çağırar. Siz? Hoş gördük. Təzəsini almısınız? Yox, sizin nasosdur. Baxaq bir görək necə işləyir. Yəni işləyəcək? Şalbanları çıxardım. Bu nə möcüzədir? Elektrik xətti yoxdur, amma nasos işləyir. Elektrik xətti yerin altındadır. 100% təhlükəsiz. Siz axı nə vaxt gördünüz bu qədər işi? Bir həftədir buradayım mən. Ha, Gərək bağışlayasınız, icazəsiz görmüşəm bu işi. başa düşürəm oğul. Açığı biraz xəcalətliyəm yanında. Məsələ burasındadır ki, bu qədər işin haqqını vermək üçün yanımda kifayət qədər pul yoxdur. Sizin bitkilərə doyunca tamaşa eləmişəm. Görünür sənətkarsınız. Çoxunu birinci dəfə görürəm. Adlarını deyərsiniz? Məmnuniyyətlə. Yəni doğrudan bu bitkilər sizi maraqlandırır? Əlbəttə. Şəhərə gedirəm, bir şey lazım deyil ki sənə. Təzə bağ qayıtsal, köhnə lapsay olur. Söhbətiz çoxdur hələ, yoxsa sizi apara bilərəm. Hə, gedirəm. Ehtiyatlı ol mənim balam. Bu vaxtlar maşın əlindən tərpənmək olmur. Sahillə gedəcəm. Həm yaxındır, həm rahat. Bura baxın, Harun Rəşid. Gəlsənə maskanı çıxarasız. Ne için gözünüze